Azerbaycan. Sağ Azerbaycan. Kulakların şerbet dadır, kulakların şerbet dadır. Arzularım hele daldadır, arzularım hele daldadır. Tebriz'in gözü yoldadır. Tebriz'in gözü yoldadır. Tebriz'in gözü yoldadır. Ay gözüm canım, Hey! Azerbaycanım. Ay gözüm canım, Hey, hey! Azerbaycanım. Sağ Azerbaycan. Sağ Azerbaycan. Karabağ'da şık bülbülüm var, Karabağ'da şık bülbülüm var. Balganda tatlı şirin dilin var, Balganda tatlı şirin dilin var. Türkistan kimin büyük yerin var. Xoş gördük, hörmətli tamaşaçılar, əziz qonaqlar. Azərbaycan Dövlət Televiziyasının səyyar kameraları bu dəfə Bağlar diyarından dağlar qoynuna üst tutub. Bir yanı Şah dağı, bir yanı Xəzər olan Qubadan, elə Şah dağı sorağı ilə Kiçik Qafqazın kiçik və orta dağ qurşağına, Mis çayı sahillərinə qonaq gəlib. Tarixi abideler, faydalı qazıntılar, təbiətin bəxş etdiyi gözəl nemətlərlə, nəhayət mədəniyyətimizə, elmimizə bəxş etdiyi gözəl insanlarla seçilən bu diyarın adı Gədəbəydir. Bakıdan 447 kilometr yol qət eləyib, ensiklopediyalara məşhur Gədəbəy dəfinəsinin vətəni kimi düşən bu yerlərə gəlişimiz səbəbsiz deyil. Gədəbəy yurdumuzun alınmaz qalası, igidlər məskəni kimi neçə vaxtdır ad çıxarıb. Mərd oğullar məskəni Şınığı, düşmənə Gözdağı başkəndi, onun tarix kitablarındakı şöhrətini bu günümüzə gətirib. Bu igidliyə Şamxor çayı üstündəki 9-cu əsrin yadigarı olan Qız qalası, Koroğlu qalası şahidlik edir. Qalakənd qalası alxış deyir. Biz də babalarımızın bu cəngavərliyinə, hünərinə, mərdliyinə sədaqət nümunəsi olaraq basılmazlığı, qəhrəmanlığı bir daha alxışlayırıq. Və sizə başınız uca dağlarınız kimi uca, qanadlarınız dağ qartallarınız kimi möhkəm olsun deyirik. İlk musiqi töhfəmizi qəbul eləyin. Sizi salamlayır Mətanət İskəndərli. Səni ürəyimin dostu sirdaşı, nə üçün küsürsən hər adım başı. Səni ürəyimin dostu sirdaşı, nə üçün küsürsən hər adım başı. Süzülür gözlərin, çatılır qaşı, süzülür gözlərin, çatılır qaşı. Mənim öz gülümsə şeytan bülümsən, mənim öz gülümsə şeytan bülümsən. Gülümsə, gülümsə şeytan bülbülümsən, gülümsə, gülümsə şeytan bülbülümsən.
şeyda gülümse. Özün bilirsen lale yanmağında şeha benzeyir. Ben desem artıqdır, özün bilirsen lale yanmağında şeha benzeyir. Senin gülüşlerin bir rüzgar kimi eserken arzumun gülü açılır. Gülsen dudaklar ulu kızlar kimi ruhuma bir senin ışık saçılır. Senin gülüşlerin bir rüzgar kimi eserken arzumun gülü açılır. Gülse dudaklarım ulduzlar kimi ruhuma bir senin ışık saçılır. Senin gülüşlerin yaz seherim hissime fikrime sanki rengar. Senin gülüşlerin yaz seherim hissime fikrime sanki rengar. Gül ki şiirlerin gülüşlerinden kırılmak bilmeyen bir ahenk yanır. Gül ki şiirlerin gülüşlerinden kırılmak bilmeyen bir ahenk yanır. Cahan ki solmaya bir bak çobandır, buru derevamıdır sevmeden ölmek. Yazık o şəhsə ki qara qabandır, nə qədər yaraşır insana gülmək. Cahan ki solmaya bir bak çobandır, buru derevamıdır ölmeden ölmek. Yazık o şəhsə ki qara qabandır, nə qədər yaraşır insana gülmək. Yazık o şəhsə ki qara qabandır, nə qədər yaraşır insana gülmək. Yazık o şəhsə ki qara qabandır, nə qədər yaraşır insana gülmək. Çok sağ olun, çok sağ olun. Bu diyara konan geldi, bu diyara konan geldi. Dilinle göçey vaktıdır, dilinle göçey vaktıdır. İndi güzel gedebeyde, indi güzel gedebeyde. Güllerin ləçey vaktıdır, güllerin ləçey vaktıdır. Sabirabaddan geldik beri, Sabirabaddan geldik beri. Salamlarıq biz sizləri, salamlarıq biz sizləri. Gel dolduraq qədəhlər, gel dolduraq qədəhlər. Məclisin çiçək vaxtıdır, məclisin çiçək vaxtıdır. Sabirabadım nə qəşəysən, Gədəbəyim gül çiçək. Sabirabadım nə qəşəysən, Gədəbəyim gül çiçək. Ata diyorsun ne? At çatmışsın ya. Ana soğuk salmışsa. Abi ne gedemeydin ha? Gedemeydin. Vay Asır. Hebele görüm. Hebele diyen görüme. Hele muyu getirmişsin ya. Ne de? Diyelim hele muyu getirmişsiniz. Ata ne getirecekti ya? Karpuzdan ha. Karpuzdan ha, bəs bir de. Sizin başınız işləyir ha. Demedim ki karpuzdan çok getirin. Burada karpuz ekmeği. He, iyi geçiyorum oynayıp. Bak, karpuzdan çok getir. Ha karpuz bunların neyine lazımdı? Bura! Bura! Almanın vətənidir. Almanın vətəni Quba diye sen. He, iyi geçiyorum oynayıp. Ha, ben sizin kadar da bilmirəm. Bura! Almanın vətənidir, elə diyor o ha?
Bu pis qazad oxuyub eləməyib. Ala, o Newton vardı ha, Newton. Bağda gezəndə yekə bir alma tappıltı ilə düşdü təpəsinə. O da bir dənə qanun kəşf elədi. Qanun, bilirsən onu? Oy, Newton Gədəbəylisən, hə? Oy, Newton şınıqdandır dən, hə? Ne danışırsan? Sen ölmen Gədəbəyin alimler diyarı olduğunu bilirdim. Ama Newton'un Gədəbəyli olduğunu bilmirdim. Einstein'in buralı olduğunu bilirdim ama Newton'u bilmirdim. Ama Gədəbəy Almanın vətənidir. İnanmırsınız Sabir müəllimlə soruşaq. Sabir müəllim. Salam aleyküm. Oğlum, niye gene mübahisə edirsiniz? Sabir müəllim, bu Azər deyir ki, Gədəbəy deyir Almanın vətənidir. Elədir? Azər düz deyir. Ay Sabir müəllim, axı elə deyil. Bax, Şah dağının o üzündə Quba var ha. Bəli. Alma orada olur, orada. Səhv eləyir axı. Yox, Azər səhv eləmir. Gədəbəy yer almasının, yəni kartofun vətənidir. Gördünüz? Gördünüz? Ha, bunu bilirdin de ne? Ne bilmirdin abi? Hayır. Ne var? Hey, bir sır açın, hey size hayır. O değil. Gədəbəydə çoxlu pul var ha, bilir. Ne? Pul. Kimde de o? Harada da? Ha kimdedir? Ha. Şah Təhmasibin pulları hamısı Gədəbəydədir. O pulları deyirsən. Ha, bəs Ha, nə? hələ də onu xərcləyirlər. Bəs nə? O vaxtdan qalma pullar. Azər, burada missi ərdi mum eləyirlər Gədəbəylilər. Bunu bilirəm. Beləliklə çıxış edirlər Sabirabadlılar qrupu, Respublikanın əməkdar artistləri Yasin Qarayev, Azər Mirzəyev və aktyor Füzuli Məmmədov. Alqışlayın. Sən o cəmaata qoşulub əl çalmağına çalıram. Amma Füzuli, ay ətdun, səndə bu boyda da olsa ağıl yoxdur, sən öl. O nə də, düşmüsən, nə bilim Moskva sənin, Kürdəmir mənin, nə bilim nə ora, nə bura, bu yetimə qız axtarırsan. Gül kimi səfalı, gözəl diyarı, gözəl qızları olan Gədəbəy qoyub gedib oralarda qız axtarırsan. Üstüme xoruzlanma, ne o üstüme xoruzlanma. Yaxşısı budur o Şəmkirdən gətirdiyimiz ondan. Açın süzək. Gəl, süzək. Mən içirəm Gədəbəyin sağlığına. Yox, tək Gədəbəyin yox, Gədəbəylilərin də sağlığına. İndi inandın dostum Füzuli, gözəllik dünyası Gədəbəydədir. Ölüyə can verən güllər, çiçəklər, bülbülün nəğməsi Gədəbəydədir. Şınıq yaylaqları, baharı yazı. Ey billur bulaqların sərin axması. Can. Qana məskəlindən biraz yuxarı. Sərlər məskəni Gədəbəydədir. Aman aydadır. Gədəbəy, Sabirabad bugündən qardaşlaşmış şəhər elan olunur. Bir, Şərtlərimizin birincisi, sərinlik ora, istilik bura. Qarpız bura, kartof ora. sonra
Kür Araz balığı ilə, kürüsü ilə birlikdə bura, sərin bulaqlar ora. Adamlar hamısı öz yerlərində qalırlar. Oranınki orada, buranınki burada. Azər Mirzəyev, Yasin Qarayev, Rezuli Məmmədov. Görüşümüz devam edir aziz dostlar. İndi de çıxış edir Məhəbbət Kazımov. Teşekkürler. El çalan elleriniz var olsun.